Bax, buradan bütün izləyicilərin hər birini salamlayıram. Hər birinə uzun ömür, can sağlıq arzu edirəm. Bax, ailəyə bazarlıq gətirib vermişik. Bəzən yazırlar, o səhifəmizdə girib yazırlar, 10 manat yanacaq pulu deyirəm götürmüşəm. Onu yazırlar ki, onu götürmədə. Baxın, bax bu yolla gedirəm mən. Bax, belə qırıntava yollarla gedirik. Ailəni tapırıq, aparıb sevindiririk. Allah onu pulun göndərən qardaşlara dəyməsin. Yəni mən bunu nəyəsə görə çəkmirəm. Ona görə çəkirəm ki, o bəzi qəlbi xarab insanlar ki var. Qəlbi xarab insanlar ki var. Yəni görsünlər ki, yəni öz şəxsi pulumla aldığım maşındır. Yəni bunu kim salıb verməyibdir. Öz şəxsi pulumla aldığım maşındır. Allah balaları, bütün balaları qorusun. Onu oğlanlarım alıb verir. Bir əsgərlikdədir, biri də yanımdadır, işləyir. Allah canı sağ eləsin. Bax, həqiqətən and olsun bizi yaradan Allaha. Chicago söhbət eləyə gedirik. Allah canı sağ eləsin, mənim dostumdur, mobil. Deyir ki, Xəqani, bax, belə ailələrə yardım verirsən, bax, belə ailələrə yardım vermək lazımdır. Yəni, həqiqətən adamın ürəyi ağrıyır. Hər kim göndərib Allah canını sağ eləsin. Allah canlarını sağ eləsin. Qardaşlarını bol eləsin. Amin qardaş, amin. Belə ailələr ki sevindirirlər, Allah onlara da sevindirsin. Amin, amin. Bəli, savab qazanmaq gözəl şeydir. Allah köməkləri olsun, Allah siblərini dolu eləsin. Günlərim sağ olsun. İndi ailəni çəkmişik. Bu videoda olmayacaqdır. Başqa video rolikimizdə yəni paylaşım olacaq. Abunə olarsınız səhifəmizə, baxarsınız ki, gəlib haralara çıxırıq. Bax, bu yolla, hələ bir belə yolda gəlmişik. Elə, prost elə neysə, dedim qoy belə bir dənədə çəkiliş eləyib səhifəmdə paylaşacağım. Allah kimə əl tutursa Allah əlindən tutsun. Onsuz da bu dünya fani dünyadır, ay mobil. Heç kim bu dünyanı tutub gedəsi deyil. Valla, yaxşılıq eləmək, o ataların bir sözü var, deyir, əl tutmaq əlidən qalar. Həqiqətən elə balaları sevindirmək, yəni elə bir Məkkəyə, Mədiniyə gedib gəlib, valla. Elə bir Kərbəlaya gedib gəlirlər. O qürbətdə yaşayan ki, qardaşlarımız var, özləri ki, ürəkləri ki, vətənlə döyünür. O insanlar elə bir ki, bax, belə kasıb ailələri ki, sevindirirsiniz. Elə bir gedib, valla, Kərbəlaya gəlirsiniz, Allah'ın olsun. O uşaqlar, büyünlərim, necə sevindiyini bir mən biləm, bir də mənim böhrümdəki mobil bilir. Ömrü boyda, pastayanla da biz, bax, belə işlə məşğuluq. Kim ki bizə də quyu qazmaq istəyir, fikri var. Ya quyu qazır, yəni mərdimazarçılıq eləmək istəyir. Allahdan qorxsun, bir dənə onu deyirəm. Allah göydən hər şeyi görür. Əyrini də görür, düzü də görür, halalı da görür, haramı da görür. Valla, hamısını görür Allah. Allahdan gizlin heç nə yoxdur. Necə ki, o qürbətdə yaşayan qardaşlarım Allaha xatir göndərirlər, deyirlər Xəqani, bunu bir kasıb ailəni sevindir. Necə ki, onlar Allaha xatir kömək eləyir, mən də Allaha xatir bax, gedib belə insanları tapıram, araşdırıram, axtarıram, gətirib bax, belə göndərdiyi pulları veririk, ərzaqla sevindiririk. Allah hamısından razı olsun. Hələ bu yolumuz davam eləyəcək. Xeylax. Bax, bu yol hələ şəhərə gedib çıxmağımıza xeylax var. Birdən mobil aparıram. İndi hələ bu nədir ki, burada nə qırıntavoy var. İmirinin içindən kesib gedirəm Xanərə və o nənəyə yardım aparıram. Allah'ın olsun, ora taksi.
kimə desəm, bax kətdə yaşayırsan da, bizim kətdən ora heç kim 20 manata gelib gəlməz. 10 manat yanacaq pulu götürürəm oradan. Maşınıma yanacaq vururam, aparıb o yardımı verirəm. O pulu göndərən insan hələ bir dənəsi deməyibdir ki, ay xəqani. Hələ özləri deyir ki, yanacaq pulumu götür oradan. Allah hamd olsun. Hələ bir dənəsi deməyib ki, ay xəqani, yanacaq pulu götürmüsən. Göndərən. Heç də demir. O göndərməyib o qıraqda mutulalıq eləyənlər var, bəziləri. İraq yaxşılardan. Onlar yaman göyünür, yanacağa pul çıxanda. Yanacaq bura bax. Deyək, görürsən, gedib dünyanın axırıdır. Bir dənə bunun yağını dəyişəndə 140 manat pul verirəm. Bir dənə təkərini dəyişəndə 550 manat aldım keçən səfər təkəri dəyişəndə. Yəni elə şeylərə orada o yazanlara deyim mənim sözüm. Gəl bizə dəfə də sən bax belə bir ərzaq apar, birinin qəlbini aç, sevindir. Gör nətərdir, gedib gəl o qırıntava yolla, o isti yolla. Bir dəfə Allah bütün yaxşıları qorusun. Mənim dostumdur, canım ciğaramdır. Polad əmi. Nijnovartovskidə yaşayır. Buradan Nijnovartovskidə yaşayan bütün qardaşlarımı, dostlarımı salamlayıram hamısını. Buradan gəldi, mənlə Ağzabərdiyə tikirdik. Dörd gözlə bir dəfə mənlə yayda Ağzabərdiyə getdi. Kondisioneri zadı yox idi maşının. Allah'ın da olsun 100 əvədidə xəqər. Mənim günümə 100 manat versələr, mən bu işin dalını ömür boyu getmərəm. Deyirəm, mən belədir də, görsən. Amma bəzi insanlar girir, mundarlıq eləyir, girir, nə bilim, ağlına gələni yazır. Elə şeylərə bəziləri var da, o qarnı götürməyən insanlardır. Mən hələ sevinirəm, şad ollam ki, o bar gətirən ağaca daş atarlar da. Deməli, mən yaxşıyam ki, irəli gedirəm ki, bəziləri mənə daş atır. Eyb yoxdur. Uzatdığınız daş ömür boyuma gəlib dəyəsi deyil. Çünki mən Allah qoruyur, bəndə yox. Bəndələrin duaları qoruyur. O yardım aparıb ki, o sevindirdiyim o ac qarınlar ki, doyuzdurmuşuq ha. Onların duaları hər zaman yanımdadır. Bax, gəldik, çıxdıq gözəl izləyicilər. Allah rəhmət eləsin. Seyid Yusuf ağamızın uşağıdır bura. Burada Seyid Yusuf ağamız ziyarətgahıdır. Düşək bir ziyarət eləyək. Bura Seyid Yusuf ağanın ziyarətgahıdır. Ağamızın ziyarətgahıdır bura. Salam aleyküm. Ağa nətəsiz, nə var nə yox? Çox sağ olun. Allah ziyarətinizi qəbul edəsin. Çox sağ olun. Allah'ın cəddi köməyinizdə olsun. Allah ürəyinizdən keçənləri versin. O cəddiniz Cənab-ı Peyğəmbər hörmətinə. Çox sağ ol, çox sağ ol. Biz ağa xeyriyyətçiyik. Rusiyada yaşayan gözəl qardaşlarımız pul göndərmişdi. Burada tanımıram, bu kətdə bir ailə var, 5 uşağı var. Bəli. Ora biz ərzaq aparmışdıq. Elə gəldik, buradan ziyarət elədik. Səndən bir dənə də xahişim var, elə qürbətdə yaşayan o xeyriyyətçi insanlara dua elə. Ya Allah, ya Allah, ya Allah. Rəbbənə atina min lədinkə rəhmətən və həyyilənə əmrinə raşidə Rəbbişrəhli sədr və yəsirli əmr və hlulub qətən min lisaniyə vqəxu qəbli. Ya Allah, ya Allah, ya Allah. Bəli, Allah Teala'na an verirəm 14 məsum hörmətinə, Allah Teala'na an verirəm əziz adlarına, Muhammed Ali Məhəmməd hörmətinə. Hər kəs əl tutursa, Allah əlindən tutsun. Amin. Amin. Hər kəs çıraq yandırırsa, Allah çırağın yandırsın. Amin. Çox sağ Hər ol. kəs yol çəkirsə, Allah yolunu açıq eləsin. Amin. Hər kəs Allahın yolunda sədəqə verirsə,
Bərlahı pərverdigarana an verirəm bizim cəddimizə, onun ruzisini başından tök. Amin. Amin. Allah Teala ömrünə bərəkət versin. Amin. Allah Teala ruzilərinə bərəkətlər versin cəddim Cənab Peyğəmbər hörmətinə. İlahinə an verirəm bizim cəddimizə. Bütün nə qədər qəriblər var, onların hamısını qorusun. Amin Allah. Allahın köməkliyi ilə qəribləri qərib İmam Rıza əleyhissalamın nəzərində olsun inşallah. Allahın nəzəri, mərhəməti onların hamısının üstündə olsun. Çox sağ ol. Cəddimizin nəzəri üstündə olsun. Çox şükür olsun ki, belə insanlar var və onlar kiməsə əl tuturlar. Şükür ki, dünya boş deyil. Dünyada elə şəxsiyyətlər var. Var. Xoş gəlmişsiniz. Çox sağ ol. Onlara Allahın salamı olsun. Çox Bizim sağ ol. tərəfimizdən siz də xoş gəlmişsiniz. Gəlin oturun, qulluq edin. Sağ ol. Sizi ziyarət eləyək. Seyid Yusuf ağamızın məzarı buradadır. Sağ ol ağa, sağ ol. Bax bu xoş sözlər, bax bu xoş dualar, ürəyi mərhəmətli insanlar, ürəyində vətən sevgisi olan insanlar, xeyirxah qardaşlarımız, xeyriyyətçi bacılarımız, xeyirxah insanlar sizlər üçündür, o quyu qazanlar üçündür. Bax bura ayağımızı soyunaq. Görürsünüz də ağamızın məzarı buradadır. Bundan bir quruq belə fırlanacaq. Allah sən özün məni və məni istəyənləri xətadan, baladan uzaq elə. Allah sən özün evladı olmayan qardaşlarımıza, bacılarımıza evlad nəsib elə. Allah sən özün bütün, mən böyüklərdən üzr istəyirəm, balam da onun içində, bütün əsgərlərimiz sağ gedib salamat gəlsin. Allah yaxşı insanları qorusun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun. Onlar cənnətdədirlər. Allah sən özün pis insanların ürəyinə mərhəm ol, qoy onlar da yaxşı olsun. Heç kimin quyusunu qazmasın, gözəl insanlar. Vallah, yaxşılıq eləmək lazımdır. Çünki fani dünyada yaşayırıq. Hamının əvvəli olduğu kimi axırı da var. Bax, görürsünüz, ora qəbirstanlıqdır, bax, görürsünüz, görünür də buradan. Hamının axırı oradır, bir dənə onu unutmayalım. Allah yaxşılarımızı qorusun, Allah şərdən, böhtandan, xətadan, baladan yaxşı insanlarımızı uzaq eləsin. Çəkilişimiz elə bax bu ağamızın ziyarətgahında sona qoyuruq.